Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. Əziz izləyicilər, bugün yanvarın 19-u 2026-cı il, sabah 20-si yanvardır. 20-si yanvar həm də siyasət tarixində Donald Trump'ın ikinci dəfə prezidentlik vəzifələrinin icrasına başlaması kimi tarixə həkk olunub. Bilirsiniz ki, 2025-ci il yanvarın 20-si Amerika Birləşmiş Ştatlarına prezident vəzifəsinə seçilmiş Donald Trump məhz bu tarixdə prezidentlik vəzifəsinin icrasına başladı. Bir neçə dəqiqədə mən istəyirəm bir illik prezidentlik dövründə Donald Trump'ın ümumi fəaliyyətini qiymətləndirək və bu barədə nələrin olduğunu, nələr demişdi, hansı vədlər vermişdi və vədlərinə nə qədər əməl etdi, onlar barədə danışaq. Mən birinci əlbəttə ki, Trump'ın prezidentliyi mövzusu yada düşəndə Trump'ın Ukrayna ilə bağlı verdiyi vəd hər kəsin yaddaşında yenilənir. Trump hələ 2024-cü ilin noyabr ayında deməli Amerika Birləşmiş Ştatlarının prezident seçkiləri dövründə ən çox danışdığı mövzulardan biri bu idi ki, mən əgər Amerika Birləşmiş Ştatlarının prezidenti seçilərəmsə Rusiya-Ukrayna müharibəsini bir günə həll edəcəm. Bu əlbəttə ki, o qədər də ciddi səslənmirdi, amma bu fikrə inananlar və həqiqətən Ukrayna-Rusiya müharibəsinin bir gündə həll edilə biləcəyini düşünənlər də var idi. Biz amma indi gördük ki, artıq Trump'ın prezidentlik fəaliyyətinin icrasına başlanmasının bir ili tamam olur. Amma Ukrayna-Rusiya müharibəsi nəinki bitib, hətta biraz da başqa istiqamətə keçir və bu günlər biz görürük artıq Trump deməli Rusiya-Ukrayna müharibəsində Ukraynanı tənha qoyur. Ukraynadan ümumiyyətlə vaz keçir. Bunu biz nə ilə əlaqələndirdik? Biz dünənki canlı yayımda Qırlandiya məsələsinə münasibət bildirdik və Trump'ın əlbəttə ki, bir neçə il bundan əvvəl, daha doğrusu konkret olaraq 19-cu ildə Trump'ın birinci prezident seçkiləri dövründə Qırlandiya ilə bağlı səsləndirdiyi fikir, yəni Qırlandiya adanın böyük bir adadır, dünyada ən böyük ada hesab olunur. Qırlandiyanın Amerika Birləşmiş Ştatlarına ilhaq edilməsi ilə bağlı səsləndirilən fikir və bu fikrin üzərində ciddi dayanması və eyni zamanda ya satın alma və yaxud hərbi müdaxilə nəticəsində Qırlandiyanı Amerika Birləşmiş Ştatlarına ilhaq edilməsində görünür Trump və Amerika Birləşmiş Ştatları iddialıdır. Bu baş verərsə o zaman deməli Ukrayna məsələsinin əslində unudulması və Trump Ukrayna məsələsini arxa plana keçirir deməkdir. Bu o cür izah olunur ki, bilirik biz Trump prezidentlik dövründə ilk 3 ayda deməli seçicilərini və dünya siyasət arenasında müxtəlif fikirlər səsləndirərək xüsusən seçicilərini aldatmağa çalışdı ki, əvvəl Ukraynanın Rusiya müharibəsinin bir gündə həll olunmasını qeyd etsə də, desə də, daha doğrusu söz versə də, sonra bunu 3 aya uzadıldı, sonra müddət biraz da uzadıldı və müxtəlif görüşlər keçirildi, üç tərəfli Putinlə görüşü oldu və müəyyən təkliflər irəli sürdü və ən nəhayət Trump Ukraynanın Rusiya ilə razılaşmasını təklif etdi və eyni zamanda məcbur etdi. Təklif yox, daha doğrusu biz bunu bugün Ukraynanı məcburiyyət qarşısında buraxdığını görürük Putin. Məhz bu siyasətin davamı olaraq əgər Trump Qırlandiya məsələsini indi önə çəkib
xüsusən son həftələrdə bu məsələ dünya ictimaiyyətinin diqqətindədir. Belə bir hal baş verərsə, o zaman Trump Amerika Birləşmiş Ştatları, Avropa Birliyi ölkələri ilə üz-üzə gəlməsi, NATO'nun dağılması qaçılmazdır. Bu da o deməkdir ki, Trump Ukrayna-Rusiya məsələsində ən son təklifi bu idi ki, Avropa Birliyi ölkələri əslində Ukraynaya dəstək olmalıydırlar və Ukraynanın Rusiyaya qarşı müharibəsində Ukraynanın yanında olmalıdırlar. Silahla və s. Açıq şəkildə Amerika Birləşmiş Ştatlarının deməli Ukraynaya silah yardımının maya dəyərini Avropa Birliyi ölkələrindən alacağını şərtləndirmişdi. Qırlandiya məsələsində isə bu məsələ tamamən fiyasko olur. O deməkdir ki, artıq Amerika Birləşmiş Ştatları və Trump administrasiyası deməli Ukrayna-Rusiya məsələsində konkret olaraq Ukraynanı Rusiya ilə baş-başa qoyur. Və bu günlərdə xüsusən Ukraynadan gələn mesajlar ciddi narahatçılığa səbəb olur, təbii ki, Ukraynalılar üçün və rəsmi dairələr Kiyevin boşaldılması ilə bağlı əhaliyə artıq müraciət edib və eyni zamanda Ukraynada xəsarət almamış elektrik stansiyasının olmadığı ilə bağlı da bəyanatlar səsləndirilir. Bu da Ukraynanın artıq Rusiyaya təslim olmasının deməli ilkin işartıları kimi də qiymətləndirilir. Əlqərəz demək istəyirəm ki, Trump'ın deməli seçilmək üçün əsas irəli sürdüyü əsas tezis Ukrayna-Rusiya savaşının bir gündə həll edilməsi fiyasko oldu. Bu Trump'ın böyük yalanlarından biri idi. Buna baxmayaraq Trump təqribən 8 dənə deməli münaqişənin, hərbi münaqişənin həll edilməsi istiqamətində bəzi bəyanatlar səsləndirdi. Nobel sülh mükafatına iddialı oldu. Müxtəlif yerlərdə deməli həll olunmuş münaqişələri öz adına çıxdı. Bura hətta deməli 8 avqust İlham Əliyev Paşinyan görüşünün deməli Amerikada keçirilmə məsələsində bu mövzuya əlavə edə bilərik. Buna baxmayaraq Qəzza məsələsində Trump'ın deməli məzlumun deyil, işğalçının yanında olması, Qəzza xalqına qarşı növbəti işğal aktlarının məhz Trump'ın onayı ilə baş verməsi, İran-İsrail müharibəsi və sonra bunun İsrail-Amerika cütlüyünün İrana qarşı olan hücumları və son illərdə ümumiyyətlə, daha doğrusu son günlərdə, son 2 həftədə İranda daxili ixtişaşların deməli Amerika Birləşmiş Ştatlarının məhz Trump'ın göstərişi ilə o ixtişaşların həyata keçirilməsi və s. Ümumi bu mənzərəni biz göz önünə gətirəndə və bura Venezuela mövzusunu da biz əlavə eləyə bilərik. Trump'ın 1 illik fəaliyyətini demək olar ki, çox pis qiymətləndirilməli. Ümumiyyətlə, dünyada deməli, heç bir halda Trump sülhün tərəfdarı olmayıb, əslində növbəti münaqişə ocaqları yaradıb və işğal siyasətini dəstəkləyib. Düzdür, özünü sülhpərvər siyasətçi kimi, prezident kimi göstərməyə cəhd etsə də, bu da əslində Nobel sülh mükafatının qazanmaq niyyəti ilə bu addımları atırdı. Bu, daha doğrusu propagandanı aparırdı. Amma artıq o Nobel sülh mükafatına nail olmayacağı, ona nail olmayacağını anlayandan sonra öz həqiqi iç yüzünü ortaya çıxardıb qoydu və bir mənalı olaraq deyə bilərik ki, 1 illik dövrdə, arkada qoyduğumuz 1 ildə Trump heç də yaxşı xarakterizə edilmir. Xarakterik bir yaxşı mənada deməli müsbət bir addım atmayıb ki, biz onu Trump'ın ayağına yazaq və deyək ki, bəli, Trump heç olmasa 1 il ərzində yaxşı iş gördü. Ancaq işğal siyasətini dəstəklədi, ancaq Amerikanın haqsız maraqlarını genişləndirməyə və Amerikanın insanları, daha doğrusu xalqların
təhdid eləməyə, digər ölkələrin suveren ərazilərinə hərbi müdaxilə cəhdləri və bu ümumi beynəlxalq siyasətdə görünən tərəflərdir. Daxili məsələlərdə də yenə də biz gördük ki, Amerika Birləşmiş Ştatlarının daxilində də vəziyyət ciddi şəkildə dəyişdirilib. Düzdür, müəyyən dünya mediası bu barədə o qədər də geniş məlumatlar vermirlər. Amma görünən tərəf odur ki, Amerika Birləşmiş Ştatlarında çox ciddi fikir ayrılıqları ortaya çıxıb. Trumpın siyasətini ümumiyyətlə qəbul etməyən insanların sayı sürətlə çoxalır. Hətta deməli Trumpın əleyhinə imza toplama kampaniyasının başlayacağı ilə bağlı da Amerika ictimaiyyətində rəy formalaşıb. Mən hesab edirəm ki, belə davam edərsə, Amerika Birləşmiş Ştatlarının daxildə belə davam edərsə, Trump 4 illik, ikinci 4 illik müddətini normal şəkildə başa vurmaya bilər. Bu mənim əslində verə biləcəyim proqnozdur və ondan əlavə Trump əslində NATO ilə bağlı atdığı addımlar ortadadır. Beynəlxalq Səhiyyə Təşkilatından Amerika Birləşmiş Ştatlarının çıxarılması, COP deməli layihəsi ilə bağlı Trump'ın mövqeyi, Amerika Birləşmiş Ştatlarının mövqeyi və ümumiyyətlə Trump'ın bugünə qədər təmsil olunduğu, ABŞ-ın təmsil olunduğu koalisiyada, Qərb koalisiyasında ki, ona rəhbərlik Trump eləyirdi və Amerika Birləşmiş Ştatları eləyirdi. Trump'ın hakimiyyəti dövründə Qərb koalisiyasından Trump'ın, ABŞ-ın uzaqlaşmasını biz müşahidə edirik. Bunun da siyasi mənası o deməkdir ki, Amerika Birləşmiş Ştatlarının və Qərb koalisiyasının bu artıq sürətlə tənəzzülüdür. Hətta mən Trump seçkilərə hazırlaşarkən də bu fikri səsləndirmişdim ki, əgər Trump hakimiyyətə gələrsə, prezident seçilərsə, demək ABŞ-ın süqutu daha yaxınlaşacaq, ABŞ artıq öz sonunun başlanğıcını artıq başlayacaq. Mən hesab edirəm ki, biz bir illik Trump'ın bir illik fəaliyyətinə nəzər edəndə bu proqnozun doğru olduğuna bir daha əminliklə vurğulayırıq. Əlbəttə ki, hesab edirəm ki, Trump deməli bir illik dövründə olduqca ciddi şəkildə yeni münaqişələr yaradıb və Amerika Birləşmiş Ştatlarının işğal siyasətini sürətlə inkişaf elətdirib. Bu da deməli nə dünya birliyi üçün, nə Amerika Birləşmiş Ştatları üçün, nə də ki, xüsusən Avropa-Amerika Birləşmiş Ştatlarının münasibətləri üçün heç bir halda yaxşı nəsə vəd etmir. Ümid edirik ki, inşallah Trump kimi əxlaqsız biri yaxınlarda inşallah öz cəzasına mütləq çatmış olacaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.